Erkin bəy, bir ruhun keçmiş həyatdan cəzalı olduğunu görmək üçün, misal üçün necə bilə bilərik ki, bu ruh cəzalı ruhdur? Göstəricisi var bunun? Birinci cəza və bu günah və savab, cəza, bu belə şeyləri içinə girək, açıqlayaq ki, cəza nədir? Yəni bir çox hallarda əslində cəza deyil bu, yetişməyimiz üçün olur. Yəni çox yüksək ruhlar, çox çətin bir şərait və zaman seçirlər, iddiaçı olurlar ki, mən bura girəcəm və buradan çıxacam. Yəni əgər biz cəzanı pis yaşamaq, çətin yaşamaq, bir ömür belə deyim, zülm içində yaşamaq kimi qəbul eləsək, onda bütün peyğəmbərlərimiz deməli cəzalıdır. Yəni onlar qədər və yaxud dahi insanlar olsun. Onlar cəzalı idilər mi? Yəni Hüseyn Cavid cəzalı ruh idi mi? Yox. Müşfiq, Nəsimi, başa düşürsünüz nə demək istəyirəm? Yəni cəzanı baxmaq lazımdır ki, bizim konkret bir məsələ üzərindən gərək baxaq. Mən ona belə bir tərif verəmmərəm ki, cəzalı belə olur. Ümumiyyətlə, mənim həmişə uşaqlara dediyim bir söz var. Heç bir şeyi qəlibə, standart paketə salmağa çalışmayın. Yoxdur elə bir paket. Elə bir, Nietzsche'nin belə bir qəşəng sözü var, bütün ümumiləşdirmələr yanlışdır, bu da daxil. Heç bir şeyə tabe qalmayın. Astrologiyası olsun işləyir, numerologiyası olsun işləyir. Hamısı işləyir bir yerə qədər. Bizim, məsəl üçün, bir astroloji xəritəmiz var. Biz dünyaya elə gəlmişik. O matrisanı özünüzdə saxlamayın. Məsələn, Astrofagorda rəqəmlər var, indi məlumatınız var yəqin. Orada boşluqlar var. Var. O boşluqları doldurmaq lazımdır, düzdürmü? Matritsanda olan boşluqlar. Bəli, o Astrofagorda, məsəl üçün, 6 rəqəmi çatışmır. Mən 6 rəqəmini doldurandan sonra mən niyə təzədən özümü 6 əksikliyin kimi qəbul eləməliyəm? Mən artıq o deyiləm. Mən Erkin, dünyaya gələndə mənim ruhum bu xəritədə, bu formatı, bu şəraiti seçmişdi ki, mən buradan start götürəcəm. Start yer idi, o məkan idi, xəritə idi. Amma mən elə qalacam deməyib axı. Yəni, mən hansısa bürcdə qalacam, yoxdur. Mən 12 bürcün 12-sindənəm. Nəsimi nə deyirdi? Məndə sığar ki, cahan mən bu cahana sığmazam. Başa düşürsünüz? Yəni, bizi o standarta salmağa çalışmayın. Mənim tövsiyəm də izləyicilərimizə budur ki, heç vaxt, heç bir halda imkan verməyin ki, kimlərsə sizi, səndə birdir, sən beləsən. Yox, mən elə başlamışdım. Mən uşaqlıqda elə idim. Amma məndə 9-a qədər hamısı var. Necə ki, sol əlimiz doğulmuşuq, sağ əlimiz isə dəyişmiş halımızdır. Eyni ilə bunun kimi. Bəli. Mən dəyərləndirirəm. Yəni, bunu yenə deyirəm, hansısa bir qəlibə salmaq lazımdır. Hətta bir dənə şərhdə də biri yazmışdı ki, qəlblə azadla belə nəsə bir şeylər yazmışdı. Mən də yazdım ki, qəlbinizin səsini dinləyin də, yəni qəliblərdən çıxın. Yəni, insanı yaradan azad yaradıb, təkrarsız və bənzərsiz yaradıb, özü kimi yaradıb. Bunu başa düşmək lazımdır. Yəni, biz elə bir yüksək varlığıq ki, biz nə bilim, biz düşünün ki, qartallarıq, gedib başımızı soxmuşuq hinə. Özümüz bizi heç kim ora salmayıb. Biz eləmişik bunu. Və biz də oradan çıxıb başa düşməliyik ki, biz qartalıq. Biz azad quşlarıq.